Ha, iPhone 17 alacağım, İSKA servisten alacağım. $3400 manatda 17 Pro Max. Vallahi eyni şeydir, əlimə alıb baxmışam. Bir dənə kamerasının baba burası fərqlidir. Eyni şey. İçi, başı, eyni. Amma əslində düz deyirsiniz, müalicə. Mənim gələcəyim. Müalicə deyəndə, ay qızlar, elə bilərsiniz, mənim içim başım xəstədir. Yox, qazanam, mən xəstə zad deyirəm, mənim düzdür, qaraciyərimdə piylənmə gedir. O da ki, mən pəhriz lazımdır o heç. Hansı həkimə gedirsən, deyirəm, ay həkim, təziyim var, ay həkim. Bax, hamısı mənə deyir ki, ağzını qıfırla, çox göysən. Qaraciyərimdə bilməm, hamısı deyir ki, pəhriz. Mənim heç nəyim yox, əməliyyat olmasa bir yerim yox. Mənim heç nəyim yox. Öldü hamında, bir də görsən, soyuqluyursan, ya böyrəyin. Bir dənə narazılığım odur ki, elə bir ki, yolda gəzdiyim yerdə sidiyə tez getmək istəyirəm, başa düşürsən. O da soyuqluqdandır. Deyir, yıxılarını zat gəlsən. O müalicələsən, o da asatdır. Müalicənin gedəcək, sistemlərlə gedəcək. Amma mənim problemim odur ki, mənim həyəcanlanmağım var. Psixi problemlərim var. Səhər saat 8-də, 9-da yatıram. Saat 4-ün yarısı dururam. Yemək qaydamı pozmuşam. Saat səhər yeməyimi, bax indi yedim səhər yeməyimi. Bir indi ikinci yeməyimi də yiyəcəm saat gecə saat 3-də 4-də. Bəli, pozmuşam, qaydaya düşməliyəm. Bəlkə əsəbdəndir, nədəndir, bir nervi patoloğa görsənməliyəm, müalicə almalıyam. Özümü təpədən tırnağa yoxlatmalıyam. Axşam açmışdım, kebab yedik. Elə sən baxmamısan. Biyoloji saatim pozulur, təksən ona görə. Hə, yəni onlara gedəcəm, bir də deyəcəm, ay həkim, mən də belə də, mən evlənmək istəyirəm. Bir özümü yoxladacağım, soyuqluğum mu var, bir baxsın da, müalicə eləyəcəm. Mənim heç vaxt sevgilim olmayıb, məktəb vaxtı sevmişəm. Mən nədə bir dənə qızla əl-ələ tutub gəzməmişəm indiyənə kimi. Qapalı böyümüşəm. Evdə olmuşam, arvadların içində olmuşam, gedib dünyaları gəzməmişəm. Məşhurlaşandan sonra gəzdim. Mən Bakıda heç deyirəm, buralar haradır? Biraz məşhurlaşandan sonra getdim, Sakomen apardı o kluba, nə bilim, Orxan 109 apardı, bu restorana, Qadihə apardılar. Məşhur, elə xanım var ki, məni qəşək Hollywoodlar apardılar. İndi mən tanınandan sonra gün üzü gördüm. Məşhurlaşandan sonra mən gördüm, mən Türkiyəyə getdim. Mən nə bilirdim, ən uşaqlıq xəyalım oydu ki, Türkiyəni görmək. Sağ olsun Türkan xanım, uşaqlıq xəyalımı yerinə yetirdi. Dedim, Allah, nə ola, bir də İstanbulu görə biləcəm, görürüm. Görsün, gəldim ki, 3 gün getdim, qaldım. Gördüm. 3 ildə iş. Nağarım, fərasətim yoxdur. 3 ildə işidirik. Nağarım, fərasətim yoxdur. Evim eşiyimi dedim, düzəldim, sonra evləndim. Maşallah, evim içi də hazır. Evimin içi də artıq hazır. Maşallah. Sizlərin sayəsində. İndi qalır tam alicəm. Ta artıq ayda budur. Gedim bu alım, onu alım, notebook alım. Hər bir şeyim tabarımdır. Da ayrı işlə. Qalır ta evlənməyə, malicəm. Dünən olmadı, mola vermişdik. Məni al. Yox, səni al deyəndə elə danışırsan ki, heç səni tanımıram, görməmişəm. Evlilik uşaq oyuncağıdır. Mən böyün evlənmirəm, səhər boşanım. Mən bir ömür boyu yastığa baş qoyacağım o xanımla. Vəssalam, qaşqabaqlı olmasın. Mən tanıyıb alacağım. Tanımamış alası böyle. Xasiyyətini zaten biraz hirsləndirəcəm, görüm nə ayırır. Hirsləndirəcəm, görüm nə ayırır. Deyir, dostunu tanımaq istəyirsən, onun damarına bas. Damarına basırsan, baxırsan ki, çıxdı sənin canında, yıxdı, sürüdü. Bir şey görsən ki, yox, bundan sonra dost olmayacaq. Salam Asif, xoş gəldin. Vallah, deyir, dostunu tanımaq istəyirsən, damarına bas. Damarına bas, çıxsın sənin canında, yıxdı, sürüdü, demən ondan sonra dost olmaz. Neçə yaşım var? Mənim hələ çiçəyim burnumun üstündədir. Deyir, tezə saralır. Sən çətin evlənərsən. Evlənsəm nə tər olacaq bə?
Dediğinden utanacaqsan, 38 yaşım var. Yok qadan alım. 13. Belə yok 45. Əmim dedi yaşını. Əmim nə bilir ki, əmim doğub məni. Elə əmi olmur. Bir əmi çıxır ki, öz nəslini, kökünü, öz qanından insanı pisləyirsə, deməli bu nədir? Paxıllıq. Çünki özü qazana bilmir. Arvad əlinə baxır. Elə əmi olmur. O əmi deyil. O düşməndir. Bir əmi ki, öz canından, qanından insanı çıxır pisləyirsə, deməli o əmi deyil. Özü mən onun əmiliyini görməmişim. Mən bu bir əmilərim var. Şükür onlara. O əmi deyil o. O alkaşdır. Alkaşlığına bax əmi olur. O geçsin bir özündən bəri baxsın. Arvadını diriyir dağaca ki, alkaşda axı, bu dəqiqə dur get mənə telefon al getir. Evi yığışdırırsan, tost oranlayacağım. Müşkənin deyirsən, sağ ol sən necə sən özün elə arvadsan. Niyə arvadam, çayqadan alım? Niyə arvadam? Mən tək yaşayıram. Evimin arvadı dolaşam, evimin kişisi dolaşam, tək yaşayıram. Mənim evim arvad gəlindən sonra mən niyə qavı yuyuram? Evini tost oranlayıram ki. Arvad eləyir ki, nağayım arayam, poğun pusun içində oturum. Lakin çox sağ ol, nağayım pinti olum. Mən təmizkarlığı geçmiş adamam. Mən silirəm, evi təmizləyirəm, mən xoşum gəlir. Qavlarımı yuyuram, yox, kiri poğun pusun pəsinin içində oturmalıyam. Çox sağ ol, Vəfa xanım. Ay baba fikir. Həyasız, yox, niyə həyasız adamam ki, səsim hür-hürdür. Nənəm deyir, sən Allah kiri. Sən danışanda elə bir 5 dənə kişi danışır. Elə səsin deyir, özü mən kimlə danışıram, elə bir danışanda elə bir, nəinki özümü ki, haqlığa çıxarmaq istəyirəm, cəmat elə bir ki, mən onun üstünə qışqırıram. Deyirəm, ay qardaş, deyir, ha.